Üçüncüyə keçək bəs. İkinci cinsəllik çakramızdır. Üçüncü çakrası empatiyadır. Aha. Bu çox gözəldir. Empatiya bax burada yerləşir. Mədənin üstündə də belə deyək. Empati çakrası o qədər önəmlidir ki, bax bir dənə insan ağrıyır da, düzdür? Sən ağrıyanda ondan empatiya qurursan və onu anlayırsan. Anlayırsan ki, ay Allah bu ağrıyır. Yaşayırsan. Yaşayırsan. O yaşayanda o el deyində nənəm həmişə deyirdi ki, bala yazığın gəlməsin, başına gələr. Aha, niyə elə deyirlər? Çünki sən o yazığı gələndə onun o bura var, bura ondan kontakta girir. Aha. Oradakı enerji sorulur mənə. Adam var, deyir mən çox mesestra görmüşəm ki, xəstəxanada işləyir, sonra özü xəstə olur. Çox həkimlər, çox terapistlər. Niyə? Çünki o onun empatiya qurur. Misal, mən tam duyğusuzam. Yəni mənim qarşımda bir insan bütün travmasını danışsın ki, mənim başımı kəsdilər, mənə təsiri yoxdur. Niyə? Mən həmin anda alanımı bağlamışam və sadəcə onu dinləyirəm, duyğusuz şəkildə. Adam var, onu duyğusal dinləyir. Duyğusal dinləyən biri zaten ondan yön verə bilməz. Özü də o duyğuya düşür, məntiq çıxaranmaz. İki, onun negativini soğur özünə. Siz hadisəni dinləyirsiniz də, hekayəni dinləmirsiniz onda. Mən onu çözürəm o anda. Adam var, qapılıb onu hekayə kimi dinləyir, nağıl kimi elə bil. Onu yaşayır. Amma hadisə kimi görür, hadisə kimi. Ona görə, misal sizin bir rəfiqəniz dursun desin ki, mənim yoldaşım mənə xəyanət eləyir, bunu eləyir, bunu eləyir. Sən özünü onun yerinə qoysan, hətta desən ki, özümü sənin yerinə qoydum, çox pis bir şeydir, evin yıxıldı. Sən onun bütün negativini alassan üzərivə, əgər sənin yoldaşın xəyanət eləməyən biridirsə belə, sən düşəsən şübhəyə. Buna bilsən nə deyirlər? Artıq beynində qurursan hər şeyi. Aydındır. Paranoya qoyursan.